Diqqət! Avtobus marşrutları və metro üçün yeni tariflər müəyyən edildi. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi. Metro nəqliyyatında sərnişin daşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən, müntəzəm şəhər daxili, rayon daxili, qəsəbələr arası və şəhər ətrafı avtobus marşrutlarında sərnişin daşıma xidmətlərinin tariflərinin aşağı məsafədən asılı olaraq tariflər dəyişir. 60 qəpik oldu. Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək. Yeni tariflər gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla işləyən avtobuslara şamil ediləcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.